Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Yaqut müəllim. Sizin qarşılaşacağınız, qarşınıza çıxa biləcək bir neçə nümunə üstündə danışmaq istəyirəm. Hansı ki, bu izahlar sizə imtahanda kömək ola bilər. Gəlin baxaq. Birincisi, əlavələrdə durğu işarəsi məsələsinə diqqəti çəkmək istəyirəm. Gəlin yazaq uşaqlar. Bəzi hallarda görürük ki, biz əlavənin hər iki tərəfindən vergül qoyuruq və yaxud da virgüllərin sayının hesablanmasında bu qayda sizin köməyinizə gələ bilər. Belə bir nümunə yazıram. Biz bu kursun şagirdləri həmişə uğur qazanacaq. Uğur qazanacağıq. Uşaqlar, gördünüz ki, hər iki tərəfdə virgül işarəsindən istifadə eləmişəm. Uğur qazanacağıq kim? Biz. Birinci şəxsin cəmi. Və mən əlavədə iki tərəfdən virgül işarəsi qoymuşam. Nəyə görə baş verib bu hal? Siz deyəcəksiniz ki, biz birinci şəxsin cəmindədir. Xəbər də birinci şəxsin cəmindədir. Şəxsi kəmiyyətə görə uzlaşma özünü qoruyub saxlayır. Amma əlavəmiz üçüncü şəxsin cəmindədir. Üçüncü şəxsin cəminlə birinci şəxs uzlaşmır. Yəni, şəxsə görə uzlaşma pozulub. Belə olan halda biz əlavənin hər iki tərəfindən vergül işarəsindən istifadə etməliyik. Bəs desəz ki, müəllim, əgər biz burada virgülün birini çıxarsaq, yəni bu hissəni silsək, nə baş verər? Əgər siz vergül işarəsini silsəz, bu zaman belə olacaqdır. Uğur qazanacağıq kim? Biz. Kim? Bu kursun şagirdləri. Yəni, artıq onu əlavə kimi yox da, artıq onu həmcins cümlə üzvü kimi götürmüş olacaqsınız. Bu qədər bəsit, bu qədər asan. Keçirəm başqa bir məsələni danışmağa. Bu da hansıdır? Bəzi hallarda belə bir halın şahidi oluruq. Deyirik ki, tutalım. Ailənin bacısı, yəni Aysel gəldi. Bizə şərt verir. Deyir, tire işarəsini silsəm, tire işarəsini götürsəm, nə baş verər? Hazırda tire işarəmizi görürük biz burada uşaqlar. Bir saniyə. Aha. Hazırda tire işarəmi görürəm mən burada. Deyəcəm ki, ailənin bacısı, yəni kimdir? Ayseldir. Aydınlaşdırıb izah edib mənə. Əlavədir. Bəs mən burada tire işarəsini götürsəm, hansı hal yaşanacaqdır? Bu zaman belə olacaqdır. Gəldi. Kim gəlib? Aysel. Hansı Aysel? Ailənin bacısı Aysel. Artıq bir tire işarəsinin ortadan qalxmağı mənim yeni bir cümlə üzvümün yaranmağına səbəb oldu. Artıq burada Aysel, ailənin bacısı isə onun təyin edici üzvü olmuş olacaqdır. Bu məqamı da yadımızda saxlayaq. Daha sonra bəzi hallarda biz iki cür düşünə bilərik. O hansı haldır? Məsələn, deyirəm ki, dünən vergül qoyuram. Ayın 5-i iclasda oldum. Məsələn, ayın tutalım ki, bu günləri ayın 7-sidir. Mən deyirəm ki, dünən, yəni həm ayın 6-sı, həm də ayın 5-i mən iclasda olmuşam. Həmcins kimi düşünə bilərəm. Və yaxud da deyirəm ki, dünən, yəni ayın 5-i mən iclasda olmuşam. Bunu iki başlı bir cümlə kimi aydın şəkildə dəyərləndirmək olar. Amma bəzən belə bir nümunə gəlir. Deyir ki, sabah, nə bilim, sabah ayın neçəsidir? Martın 17-si məsələn. Martın 17-si mənim ad günümdür. Ad günümdür. Belə bir nümunə gəlir qarşımıza və yaxud da bilinən fakt olan bir şey gəlir qarşımıza. Bu zaman nə düşünəcəyik? Bunu həmcins kimi yuxarıdakı cümləni necə iki başda dəyərləndirdim? Həm həmcins, həm də əlavə kimi göstərə bildim. Bəs bu ikinci nümunəni də o şəkildə dəyərləndirə bilərəm? Xeyr, dəyərləndirə bilməyəcəm. Niyə? Çünki hər bir insanın bir il ərzində bir dəfə ad günü olur. Bir dəfə keçiririk o ad gününü. Sabah, yəni
martın 17-si mənim ad günümdür. Bunu mən yalnız və yalnız əlavə kimi düşünəcəm. Yəni həm sabah, həm də martın 17-sində ad günüm ola bilməz. Yəni məntiqən doğru bir fikir deyil. Ona görə biz bunu yalnız əlavə kimi düşünmüş olacaq. Bu da bu qaydaya aid bir nümunə. Daha sonra sizə başqa bir məsələni də deyim. Məsələn, kitablarda da əlavə ola bilər. Eyni zamanda həmcins kitablarda ola bilər uşaqlar. Bunları qaçışdırmırıq. Bir neçə obyektə müraciət edirəmsə, bu zaman həmcinslikdir. Amma bir şəxs mi deyim, məsələn, əşya mı deyim və yaxud da obyekt mi deyim, belə deyək də, nəyəsə məcazi mənada olsa, müraciət edirəmsə, ona zənginləşdirən bir sözlə, ifadə ilə dəqiqləşdirirəmsə, bu zaman həmin xitabın əlavəsini işlətmiş oluram. Məsələn, deyirəm ki, tutalım, Aygün, əzizim, bura gəl. Burada mən həmcinslik yaratmamışam. Aygün, yəni Aygünü göstərirəm. Əzizim, mənim gözəl qızım və s. Burada mən xitab işlətmişəm yenə də. Xitabın əlavəsindən istifadə etmişəm. Amma desəydim ki, Aygün, Aysel,